Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hər birinizi salamlayıram. Gününüz xeyirli olsun inşallah. Mövzumuz Şəban ayına görə Məhdəviyyət barəsindədir. Bildiyiniz kimi Məhdəviyyət həmən Mehdi sözünün kökündən gəlir. Məhdəviyyət isə sifət olaraq bilinir. Yəni sözün əsl mənasında Məhdəviyyət bu formada idi. Təriqul Məhdəviyyə, yəni Məhdəviyyət yolu və s. Hər bir halda keçən bəhsdə dedik ki, Məhdilik anlayışı iki formadadır. Bir ümumi Məhdəviyyət var ki, bütün dinlər və ayinlərdə bu barədə müzakirə olunur ki, dünyanın sonunda bir şəxs gələcək və dünyanı nicat edəcək. Xüsusi Məhdəviyyət isə artıq İslam dinində müəyyən bir şəxsin, doğulan bir şəxsin dünyanı xilas etmək mənasındadır. Qur'an-ı Kərim və İslam rəvayətində hər iki Məhdəviyyət barəsində söz açılmışdır. Qur'an-ı Kərimdə ümumi olaraq ümumi Məhdəviyyət anlayışına bir çox ayələrdə işarə edilmişdir. Bu ayələri biz edə bilərik, iki hissəyə bölək. Onlardan biri ümumi olaraq hər bir zaman Allah tərəfindən bir hidayətçinin insanlar üçün göndərilməsi və eyni zamanda dünyanın sonunda dünya salih insanlara miras olaraq qaldığını bildirilir. Birinci ayə bu formadadır. Mübarək Rə'd surəsinin 7-ci ayəsində وَلِكُلِّ قَوْمٍ حَادٍ Hər bir qövm üçün bir hidayət edən vardır. Baxın, bu hidayət edən, yəni Allah tərəfindən təsdiqlənən, Allah tərəfindən hidayət olunan şəxs deməkdir. Burada hər qövm üçün hidayət edən vardır, ümumidir. Yəni həm zaman etibarı ilə, həm şəxs etibarı ilə və eyni zamanda hadi, burada işlənən hadi sözü tək formadadır. Yəni hər bir zaman bir şəxs bütün insanları Allaha tərəf hidayət edir. Bu hadi şəxs Peyğəmbərin zamanında Həzrət Peyğəmbərin özü idi, Peyğəmbərdən sonra İmam Əli idi və İmam Əlidən sonra İmam Həsən, ta İmam Həsən Əskəri əleyhissalamın vəfatından sonra Şiənin əqidəsinə görə bu İmam Zaman əleyhissalam idi. Buna görə İmam Sadiq əleyhissalam bu mübarək ayənin təfsirində buyurur ki, hər bir zamanda bizim əhl-i beytimizdən olan bir imam vardır ki, insanları Peyğəmbərin gətirdiyi dinə və həqiqətə doğru hidayət edir. Demək, Rə'd surəsinin 7-ci ayəsində həm ümumi Məhdəviyyət məsələsinə işarə edir və hədislərdən biz istifadə edərək ümumi Məhdəviyyəti İmam Zaman əleyhissalamın kontekstində edə bilərik, təhlil edək. İkinci ayə dediyimiz kimi, yəni ikinci növ ayə salihlərin yer üzərində hakimiyyətinə işarə edən ayələrdir. Bu barədə Ənbiya surəsinin 105, Qəsəs surəsinin 5-ci ayələrinə və eyni zamanda Nur surəsinin 55-ci ayələrinə müraciət edə bilərsiniz. Bu ayələrin ümumi göstərişi bundan ibarətdir ki, yer üzü sonda salihlərə qalacaq. İndiyə qədər yer üzərində mütləq olaraq salihlər hakimiyyət etməmiş. Həzrət İbrahim zamanı, Həzrət İbrahim olsa da Nəmrudlar olmuşdu. Eyni zamanda Həzrət Peyğəmbərin zamanında Əbu Süfyan kimlər, Əbu Ləhəb kimlər olmuşdu. İmam Əlinin vaxtında da Muaviyyələr olmuşdu. Yəni salihlər tam olaraq bu yer üzərinə hökmranlıq etməmişdi. Bəs bu nə zaman olacaq? Hədislərdən alınan nəticəyə əsasən bu İmam Zaman əleyhissalamın gəlişi ilə baş verəcək. Artıq o zaman yer üzəri tam olaraq salihlərin ixtiyarında olacaq. Heç bir zalım, zülm edən iş başında olmayacaq. Bu isə Qur'an ayələrinin ümumi Məhdəviyyət və eyni zamanda xüsusi Məhdəviyyət barəsində buyurduğu işarələrdir. Digər məsələlər barəsində inşallah növbəti çəkilişdə siz əzizlərlə müzakirə edəcəyik. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.